Ən-Nəbə Xəbər surəsi. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Amma yetəsəəlun. Onlar nə barədə bir-birindən soruşurlar? Anin-nəbə'il azim. Böyük bir xəbər barəsində. Əl-ləzî hum fîhî muxtəlifûn. Elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər. Kəllə səyə'ləmûnə thumma kəllə səyə'ləmûn. Xeyr, onlar qiyamətin həqiqət olduğunu hökmən biləcəklər. Bir daha xeyr, onlar hökmən biləcəklər. Ələm nec'alil arda mihadən vəl-cibalə əvtədən və xalaqnəkum əzvəcən. Məyər biz yeri yataq etmədikmi, dağları da payalar? Biz sizi cüt yaratdıq. وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا. Yuxunuzu da sizin üçün rahatlıq etdik. Gecəni örtük etdik. Gündüzü isə ruzi qazanmaq vaxtı. وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا. Üstünüzdə 7 möhkəm göy qurduq. وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا. Və çox parlaq bir çıraq yaratdıq. وَأَنزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا لِنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا وَجَنَّاتٍ أَلْفَافًا. Biz buludlardan şırıltı ilə yağış yağdırdıq ki, onunla taxıl və digər bitkilər yetişdirək. Ha belə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq. İnnə yevməl fasli kənə miqatə. Həqiqətən ayırt etmə günü bəlli bir vaxta təyin edilmişdir. يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا. Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz. O gün göyün qapıları açılacaqdır. وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا. Dağlar da hərəkətə gətirilib, ilğıma çevriləcək. İnnə cəhənnəmə kənət mirsadən lit-tağinə məəbən ləbifinə fiyhə əhqabə. Həqiqətən cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir. O, həddi aşanların qayıdacağı yerdir. Onlar orada əsrlər boyu qalacaqlar. لا يذوقون فيها بردا ولا شرابا إلا حميما وغساقا. Onlar orada nə bir sərinlik, nə də sərinləşdirici içki dadacaqlar. İçdikləri yalnız qaynar su və irin olacaq. Cəzəən vifaqan. Törətdikləri əməllərinə uyğun bir cəza kimi. İnnəhum kənu la yərcunə hisabən və kəzzəbu bi əyətinə kizzəbə. Doğrusu onlar haqq hesab çəkiləcəklərinə ümid etmirdilər. Ayələrimizi də qətiyyətlə təkzib edirdilər. وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا فَذُوقُوا فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا. Biz hər bir şeyi hesablayıb yazmışıq. Elə isə dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq.
إن للمتقين مفازا حدائق وأعنابا وكواعب أترابا وكأسا دهاقا. Həqiqətən müttəqilər üçün nicat yeri vardır. Həmçinin bağlar və üzümlüklər, dolğun döşlü həmyaşıd qızlar və ləbələb doldurulmuş qədəhlər də vardır. لا يسمعون فيها لغوا ولا كذابا جزاء من ربك عطاء حسابا. Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər. Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir. رب السماوات والأرض وما بينهما الرحمن لا يملكون منه خطابا. Göylərin, yerin və onların arasında olanlar mərhəmətli Rəbbindən mükafatdır. Onlar Allahın huzurunda bir söz deməyə qadir olmayacaqlar. يوم يقوم الروح والملائكة صفا لا يتكلمون إلا من أذن له الرحمن وقال صوابا. Ruh və mələklər səf-səf duracağı gün, mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq. ذلك اليوم الحق فمن شاء اتخذ إلى ربه مآبا. O gün gerçək bir gündür. Kim istəsə, öz Rəbbi yanında sığınacaq tapar. İnna anzarnakum azaban qariba. يوم ينظر المرء ما قدمت يداه ويقول الكافر يا ليتني كنت ترابا. Həqiqətən biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: Kaş mən torpaq olaydım.